Salam əziz və hörmətli dostlar, vətəndaşlar, dildaşlar, candaşlar, yoldaşlar. Necəsiz? Umarım ki, yaxşısınız. Bilirəm gecdir. Normalda mən kitab oxuram. Kitab oxuyanların tərəfdarı olmaz, gəlməzlər. Gec də olanda bəlkə heç gəlməzlər. Amma salam aleyküm, aleyküm salam Alma xanım və Azərbaycanlı, Azərbaycan türk dostum və o birisilər ki, gəlmisiniz. Hər vaxtınız xeyir olsun sizin də. Ərz edeyim ki, kitab oxumayan millətin günü qara olar, geçizaqda qalar, qaranlıq yüzilliklərdə qalar və qaranlıq yüzilliklərə işıq bilər. Yəni, elə fərz elər ki, dünya işıqlıqdır, amma o cür deyil. Buna görə ki, biz bu vəziyyətdən çıxaq, gedək işıqlığa, öz vəziyyətimizi, öz başımız olsun, öz əlimiz olsun, kitab oxumalıyıq və kitab oxuyamaq deyəndə, o kitablar ki, İranda yazılıblar, ya tərcümə olublar İranlılar vasitəsilə, o kitabları oxumamalıyıq. Ömrümüzü hədərə veririk. Mən dəfələrcə demişəm, bəlkə keçən 55 ilin, mən 54 ilin, 55 ilin hədərə vermişəm. Təhcə bu 1-2 ayda ki, başlamışam türk kitabı oxumağa, hiss edirəm ki, bir şeyləri örgəşirəm, dərdimə dəyir. Hər halda, umaram ki, dostlar buna himmət eləyələr, hər kəsən bir kitab götürə, onlayn oxuya və biz birinci millət olaq ki, heç olmasa biri də insanlarımız kitab oxumağı görsədələr, fərhəngə çevirələr, bir yeni təməddünə çevirələr. Demişəm qabaqcanda, Avropa və Amerika qaranlıq illərdən çıxıb, qaranlıq yüzilliklərdən çıxıb bu günə gəlməklərinin səbəbi kitab oxumaqdır və hala kitab oxurlar. Mən bu kitab ki, indi başlamışam oxuram, 49-cu səhifəni bu günləri başlayıram oxuyam. Türkçülüyün əsasları adındadır, yazan Ziya Gökalpıdır. Mənim nəzərimcən İranda bu səthidə camiə-şünası yazılmayıb hala. Camiə-şünaslıq ya toplumsal elməyə İranda belə bir şey yazılmayıb. Birinci sətridən başlayırıq. Deyir ki, bir şeyin kölgəsi, o kölgə olması, üzrsən, bir şeyin kölgə olay olması başqa şeylər üzərində heç bir etkisinin olmaması deməkdir. Əgər yadınızda olsa, mən Əflatunun fikrində işarə elədim ki, Əflatun mütəqiddir. İnsanlar bir quyuda yaşırlar. Quyunun eşiyində bir ayrı mövcudlar var. Onlar hərəkət edirlər orada, o üzbüyüzə gedirlər. Bir işlər görürlər, onun kölgəsi düşür köhülün dibinə. O köhülün dibində qaranlıqda olan insanlar deyirlər, bəlkə onlar vaqiidirlər. Çünki onlar fəqət o köhüldəkini görürlər. Deyirlər, bəlkə həqiqət o divardakı əksilərdir. O halda ki, Əflatunun dediği budur ki, eşikdədir həqiqət. Gərək köhüldən çıxasınız, gedəsiniz. Köhül də bu dünyadır, o birisi dünyaya getmək. Buradan da o behiş cəhənnəmi və qiyaməti qoymaq məsələsini bu adam qoyur. Amma bu dəqiqən ona işarə edir. Dünənləri dedi ki, Marksın nəzərlərində ekonomik əsasdır və o birisilər kölgədir. Ekonominin, indi bu onu davam verir. Deyir ki, bir şeyin kölgəsi, kölgə olay olması, kölgə olay, yəni həman dediyim, yəni əsli deyil. Əsli olay deyil. Olay da dedikdə farscada farsca və ərəbcədə hadisə, ruydad, bu cür bir şeylər məna olur. Deyir ki, bu camiədə Marksın nəzərində o şeylər ki var, onlar kölgə olaydılar. Əxlaqdır, dindir, bunlar, bu cür bir şeylər. Deyir ki, bunlar kölgə olaydılar. Bu, indi dostumuz deyir ki, bir şeyin kölgə olay olması, bir şey vaqei bir ruydad deyil, cərəyan deyil. Bəlkə bir
çölcə olaydı. Yəni bir şey əslidir, bir də onun çölcəsi var. Bu çölcə olayın olması başqa şeylər üzərində heç bir etkisinin olmaması deməkdir. Yəni o birisi şeylərə təsir qoymamaqdır. İndi görək, dinin təsiri var, əxlaqın təsiri var, hünərin təsiri var, dilin təsiri var, ağılın təsiri var, hər şeyin üstündə təbii ki var. Amma mən dediyim kimi, mən bu dostumuz kimi inanmıram, bəlkə mən inanıram ki, din də mədəniyyətdir. Çünki din də bir fərdin əli ilə düzəlir və bir fərdin əli ilə müdiriyyət olur. Ya bir məcmuə fərdilərin əli ilə, bireylərin əli ilə müdiriyyət olur. İnsanın kölgəsi yaptığı işlərə bir etkidə buluna bilərmi? Deyir ki, indi məsələn, mən insanam, yeriyirəm, kölgəm var orada, kölgüm də yeriyir. Əcəba, kölgəm durub bir iş görə bilərmi? Məsələn, mənim zorum maşınım düşübdür, bir yerə çıxadamıram. Kölgəm məndən köməkləşər bu maşını qovuzqaq çıxada. Ya məsələn, mən bir şey tuturam, ehtiyacım var ki, bir nəfərdə bir ayrı bir şeyi tutsun ki, mən bu işi görə biləm. Əcəba, mənim kölgəm bu ayrı bir şeyi tuta bilər, üçüncü bir şeyi tuta bilər ki, mən işi görəm. İnsaniyyət dediyimiz dostum, baxın, Azərbaycan dostum, insaniyyət yanı nə mənə? İnsaniyyət dediyin mənası yanı nə mənə? Biz qavramların üstündən bu rahatlıqla keçməməliyik. İnsaniyyət, İslamiyyət. Bunlar, görürsünüz, türkçülüğə görə adam 100 səfə kitab yazıb türkçülüğə görə. Bunu tərif eləmək üçün naçarda Marxsı desin, naçarda Engelsi desin, naçarda filankəsi desin, bəhmankəsi desin, İran fəlsəfəsini desin, türklərin tarixini desin, ərəblərin tarixini desin, Rumun, Yunanın tarixini desin, bunların Qərbin tarixini desin, Şərqin tarixini desin. Ta desin ki, türkçülük yəni nə mənə? İnsaniyyət dediğin yanı nə mənə? Yəni nə mənə? Məsələn, biz neynəsək insanlıq olar, neynəsək insanlıq olmaz. Məsələn, əcəba birini öldürsək insanlıq olmurmu? Biri bizi öldürsə insanlıq olurmu? Çünki bunlar hamısı hərəsi bir adamın gözündən, bir toplumun gözündən mənası var. Məsələn, Amerikalılar mənafeyi üçün dünyanın gedirlər, məsələn, bombaran edirlər. Vietnamı, Japoni, oranı bura mənafeyi üçün. Necə ki, Japonlar mənafeyi üçün gedirlər, Çini, oranı buranı işğal edirlər, ya bombaran edirlər ki, öldürürlər. İndi burada insaniyyət dediyimiz nədir? İnsaniyyət nədən insaniyyət olar? Məsələn, insaniyyət deyəndə gerək deyək ki, məsələn, eşcəiyyət, qatiriyyət, öküziyyət, meymuniyyət. Belə bir şeylər varmı? Yəni, məsələn, deyək ki, nə cür rəftar insanın rəftarıdır? Nə cür fikirləşsək insanın fikridir? Ki, onun nəqizi deyək ki, tamam, bu insaniyyətdən bizi çıxadır. Feili halətdə biz bilirik, indi bu durumda, vaqiyyətdə biz bilirik ki, insanlar məhəbbətsiz heç fayda gəzməsələr heç uşaqların doğmazlar. Nənə uşağı niyə doğur? Bir fayda üçün. Dədə niyə gedir, işlir, gətirir arvadına və uşaqlarına çörək verir? Bir fayda üçün. Arvadından ən azı seksistdir və bir də xədəmat evdə istir. Yumaqdır, bişirmaqdır, təmizləmaqdır. Bunları da evdə istir. Xanım niyə ərə gedir bunlara verir? Deyir ki, o adam işləsin, mənə çörək gətirsin. Uşağa niyə süd verir? Deyir ki, bu uşaq yekələcəkdir, mənim əlimdən tutacaqdır. Heç olmasa mənə sonsuz deməyəcəklər. Yenə dedik, məhəbbət yanı nə mənə? Məsələn, biz uşağımızı, istirik ki, deyək, od yandırmasın, bunun əlin buna hırslanırıq, bu məhəbbət olmadı mı? Ya məsələn, görürük ki, uşağımız böyükləşibdir, böyük bir oğlandır, məsələn, siqar çəkir. Əcəba biz bunu vursaq, burada məhəbbətimiz aradan gedir. Yəni, bunlar bir mənadılar ki, bunlar fars sistemindən gəlmə mənadır. Biz bunların mənalarını dəqiq bilmirik. Biz gərək bunları dəqiqə mənalarını ayırdaq. Deyək ki, məsələn, mən bu günlər Cunas TV-də də dedim, qabaqcında demişəm. Biz
ya farslar deyən imamı qəbul eləyəcəyik ki, məzərət istəyirəm, çox əyyaş bir insanlardılar, çox sərmayədar bir insanlardılar və pul da alısızandılar, sərvət da alısızandılar, rifah da alısızandılar və ha belə güc də alısızan, qudrət də alısızan, hakimiyyət də alısızandılar. Ya belə bir imam deyəcəyik ki, farslar bizi öyrədiblər, ya da biz deyəcəyik, yox ağa, mən zehnimdə öz millətimə bir imam yaradacağam ki, o imam eləyə bilsin, bizim əlimizdən tutsun, çəksin qabağa. Diqqət buyurdunuz, imamlar o ki həyatda yaşayıb, o önəm deyil. O ki sən yaradırsan, özünə ülgü elirsən ki, mən bu ülgü əsasında gedəcəyəm. Ülgü nə deməkdir dostlar? Bu çox ciddi məsələdir. Baxın, divarı biz tutanda, tikəndə, kərpiçləri bir-birinin üstə qoysaq, geçsək, uzaqdan dursaq, əyri olar divar. Buna görə ki, bu divar düz gedə, buna bir ülgü lazımdır. Ülgü nədir? Adına şağıl deyirlər türkçə. Bu şağılı qoyursan divarın dibinə, bir dənə ipdir, ondan sallırsan, hangi kərpiç bunu geçsə, deyirsən ki, bu əyridir. Vurursan, gedir içəriyə. Biz indi imamımızı da, peyğəmbərimizi də, dinimizi də, hər şeyimizi öz şağılımızla düzəltməliyik. Mən Günas TV-də bugün dedim, biz hər millətin, baxın, İslam deyilən bir şey, ya sünnilik deyilən bir şey, şiəni ələ qoyaq kənara. Ki, şiə farslarındır və farslar istədiyi kimi düzəldiblər. Sünnilik, Türkiyə sünnidir, Ərəbistan sünnidir, Kuveyt sünnidir, İmarat sünnidir, Dubey sünnidir, Malezi sünnidir, Endonezi sünnidir, Pakistan sünnidir, Əfqanistan sünnidir, Ərəb məmləkətlərinin hamısı sünnidir, Misr sünnidir. Bunların hansında İslam o birisinə bənzir? Heç birisində. Niyə bənzəmir? Çünki insanlar, toplum həm o dini alıblar, özlərinə o dinin rəngin vurublar, həm də öz yaşayışlarının, mühitlərinin, tarixlərinin rəngin və dillərinin rəngin İslama yükləyiblər. Bunun üçün siz gedirsiniz, Hindistanı görürsünüz, arvadlar, qarnının burası göbək açıq, qolunda yarısı açıq, başda açıq. Amma müsəlmandır. Gedirsiniz Pakistana, görürsünüz ki, arvadların bəzisi o cürsü, bəzisi nüqablı. Gedirsiniz Türkiyə, görürsünüz ki, əslən mühüm deyil, insan hər cür nə cür o cür geyinər. Gedirsiniz Maleziya, Endoneziya, görürsünüz, onlar da bir ayrı cürdür. Pəs baxın, dostlar, biz özümüz, o şey ki, insaniyyət nədir? Onu tərif eləyəcək. Axı, məhəbbət məgər olar ki, hər kəsə məhəbbət eləyəsiniz. Olar. Siz bir nəfəri tanımırsınız. Ona siz bir zərrə məhəbbət eləsəniz, deyər, niyə məhəbbət eləyirsiniz? Baxın, açıq aydın deyim, mən Kanadada yaşıram. Burada sizin uşağınız çıxır eşiyə, 18 yaşınacan, 17 yaşınacan, ya budur. 16-yacan pul verir dövlət fikrim, ya 17-yacan, yadımda deyil. 18-yacan. 18-yacan uşaq hesablanır. Burada, Kanadada. Siz 18-yacan bu uşağa bir yerdə bir şey təarruf eləyəsiniz. Hətta qonşu olasınız. Deyərlər, siz niyə buna tarif edirsiniz? Buna nə istəyiz var? Buna uzun müddətdə hədəfiz bunun əleyhinə nədir? Niyə istəyirsiniz bunu əlinizə gətirəsiniz? Niyə istəyirsiniz bizə etimad eləyək? Siz məhəbbət istəyirsiniz. Şayət deyirsiniz, o uşaq susuzdur, mən bir su verim. Amma niyə suyu verirsən ona? Sən niyə suyu verirsən ona? Sən onun nəyisən? Çünki biz bilirik, beləsi insanlardan çox su istifadə olubdur. Biz zindanda bunu gördük, eşiklərdə gördük. İnsanlar bir-birinə yaxşarlar, bir-birinə çox məhəbbət edirlər, sonra görürsən ona təcavüz edir. Mən aşmıram zindanda uşaqların başına, yazmışam, mən bunları yazmışam. Zindanda uşaqların başına nə oyun gəlir? Zindanda taza cavanların başına nə oyun iş gəlir? Adamlar gəlirlər, dostluq edirlər, çörək verirlər, qəza verirlər, filan, hamısı etimadı olsun. Davasını bir günləri yemağını sən davanı sökür, girir yerinə, işin görür. Biz hər şeyi tərif eləməliyik. Hər şeyi. Bu ki, siz bir kampeyn kəribər üçün düzəltmişsiniz və heç gözü olmadan bir yardım istəyirsiniz. Bu başqa bir şeydir. Burada bir volunteerizm deyirlər. Bu insaniyyət deyil, bu məhəbbət deyil. Burada da yenə də bir şey var. Mən niyə orada köməklik edirəm Kəlibərə? Mənim bir ehtiyacım var. Ya bir intizarım var Kəlibərlərdə.
Bir gün məsələn deyəcəm ki, mən kələkbərlərə bir 100 tümən pul vermişəm. Kələkbərlər mənə minnət borcludur. Ya bir gün o qrupda deyəcəm ki, mən də bir iş görürəm, kələkbərlər gəlin biz bir iş görək. Baxın dedim, yəni biz özümüz tərif eləməliyik hər şeyi. Onun üçün bu qıssa sözlər ki, gözəl sözlərdilər. Farslardan aldığımız bu sözləri çıxacaq kənara, elmi baxacaq. Görürsün, bu adam istir türkçülüğü məna eləsin, hələ də feylən davam edir. Deyir, insanın kölgəsi yaptığı işlərə bir etkidə buluna bilərmi? Mən bir iş görürəm, əcəba mənim kölgəm mənə kömək çıxarmı? Məsələn, biri ilə savaşıram. Məsələn deyirəm, onun bıçağı var, mən də əli yanınam. Əcəba mənim kölgəm bir bıçaq götürüb ondan savaşa bilərmi? Bu Marksa cavab verir, ha. İndi görək ki, daha nə deyir? Şübhəsiz olunmaz. Olunamaz. Şübhəsiz, yəni şəksiz. Şübhəsiz olunamaz. Yəni kömək eləyə bilməz, kölgə olay olmaz. Amma bir də siyasi kölgə olayı var. Siyasi kölgə olay budur ki, biz Kürdlərlə savaşmaq halındayıq indi. Kürdlər də bilmirlər bizlə niyə savaşırlar, biz də bilmirik onlarla niyə savaşırıq. Və biz heç birimiz bilmirik ki, kim bizi bir-birimizin canımıza salır. Axı, Kürdlərə nə rəbti vardı, ustanları bölüblər, veriblər onlara farslar. Kürdlərə nə rəbti vardı ki, dövlət bizim əlimizdən torpağımızı alıb verib onlara. Deyib, bura Kürdistandır. Ya o birisi millətlərə nə rəbti var ki, Fars dövlət. Amma biz əvəzin ki, İran dövlətinin gözündən görək, Farsların gözündən görək, Kürdlərin gözündən görürük. Kürdlər də bizim gözümüzdən görür. İndi biz deyik, bu bizim torpağımızdır, İran dövləti filan torpaqla verib sizə. Onlar da deyir, yox, bu bizim torpağımızdır, İran dövləti verdi bizə. Vəsətdə biz kimin, həm Kürdlər, həm Türklər kimin oyunudur? Şübhəsiz ki, olmaz. İşte kölgə olaylarda bizim arxamızdan gələn bu etkisiz kölgələr kimidir. Deyir ki, işdə yəni budur. Budur ki, var. Nədir? Budur ki, kölgə olaylar da, yəni o, dedim, quyunun dibində durubdur, kölgə olay. O quyunun eşidən o bacadan bir kölgə düşür bura. Biz bu divarda kölgəni görürük, o bir olaydır. Ya fərz edin ki, filmi sinemayı yayırlar televizyonda, biz onu kölgə fərz edirik. Çünki indi o filmi sinemaydan durub çıxıb bizi vura bilməz. Əlində tüfəngi də var, müsəlsəl də var, bizi vuranmaz. Əcəba o televizyon sinemada ki, milyonlar adamı görsədir, onlar rahpimalıq elirlər, ya onlar bir-birlərini öldürürlər, ya bir-birlərinə kömək çıxırlar. Əcəba onlar oradan çıxıb bizim evdə bu fərşi köməklik elərlər, biz qatlayaqmı? Bu səndəli o üzə çəkə bilərlərmi? Şübhəsiz olunmaz. İşdə kölgə olaylarda bizim arxamızdan gələn, bizim arxa, yəni mənim belimin, belə deyirik arxa. Arxalıq da ki, deyirik əlimizə biz xod deyirik indi, ya kod deyirik. Bunun da türkçəsi arxalıqdır. Yəni çünki biz bunu belimiz istiqalsın deyirik. Belimiz açıq qalmasın deyirik. Ona görə arxalıq deyirik. Arxaya demək yəni mənə bir farsda poşt. Yəni kürək kürəyə vermək. Biz buna həm kürək deyirik, həm arxa deyirik. Kürək kürəyə vermək, ya arxa arxaya vermək, yəni ki, bir-birimizə etimad eləmək, dayanmaq. İndi bu etkisiz kölgələr kimidir? Deyir, o olay kölgə dediğiniz hadisə ki, Marks deyir ki, hər şey iqtisadın kölgəsidir eşikdə. Əxlaqdır, dindir, rəvabit iqtisadidir, dövlətdir, evlənməkdir, ərə getməkdir, ölməkdir. Bunların mərasimləri də deyir, bunların hamısı kölgə olaydı. Əsli nədir? İqtisaddır. Qalanı onun kölgəsi. Deyir ki, indi bu ətkisiz kölgələr kimi deyir. Deyir ki, bu ətkisiz kölgələr kimi olar. Yəni bizim kölgəmiz kimi. Demək ki, Marksa görə yalnız ekonomik olaylar gerçəkdir. Demək ki, yəni bunu qəbul Mark belə düşünür. Demək ki, belə olur, yəni belə deyək ki, Marksın fikrinə görə ekonomik olaylar gerçəkdirlər. Hər nə ki iqtisadidir, ekonomidir. Rabitə-i beyni
تولید ثروت ve نیروی کار servet üretimliği ve iş gücü ve bunlardan ayrılan, bunların əksində olan hər şeylər gerçəkdir. Qalanlar kölgədir. Digər sosial qurumlar gerçək olmadığı kimi olay belə deyildilər. Deyir ki, din, əxlaq, ağıl, fəlsəfə, hünər, camiyyəşünası, rəvanşünası, bunlar hamısı var. Deyir, bunların heç birisi qurumlar, digər sosial qurumlar, yəni toplumsal qurumlar, yəni təşkilatlar, nəhadlar, sazmanlar, bunlar gerçək olmadıkları kimi, onlar gerçək olmadıkları, iqtisaddan qeyrisilər, gerçək deyirlər, həqiqi olmadıklarına kimi tay, olay belə deyildilər. Deyir, bunlar olay deyirlər belə. İqtisaddan sonra din, əxlaq, hünər, ağıl, dil, deyir, bunların heç birisi belə olay deyil. Bunlar ancaq ekonomik olayların sonuçları və kölgələridir. Dediklərimin hamısı ancaq ekonomik iqtisadın, iqtisad olayların, iqtisad hərəkatının, iqtisadın kollən sonuçları, nəticələri və kölgələridirlər. Tamam. Məsələn, Karl Marx nə deyir? Dinlərin meydana çıxışını, fərqli məzhəblərə ayrılmasını, sufuların sığındıqları zaviyələr, təsəvvüfla ilgilənənlərin içində yaşadıkları təkkələrin vücuda gəlməsini, reform yapılmasını, dinlə dövlətin ayrılmasını, yalnız üretim tekniklərinin değişməsi ilə açıqladığı kimi, əxlaq, hüquq, politika, estetik, dil, düşüncə alanına aid bütün iddiaların doğmasını, böyüməsini və ölməsini də yenə eyni ekonomik olayların gəlişməsi ilə açıqlamağa çalışmışdır. Diqqət buyursun, Marx'ın burada nəzərin çox xülasə edir. Dostum, İstanbulda yaşamaq çox önəmlidir özü-özünə. Amma əcəba İstanbulda yazılan kitablardan, fəlsəfi kitablardan, tarixi, ictimai kitablardan ki, biz eləyə bilək bir şey oxuyaq, eləyə bilsəz oxusaz, gündə bir səfər çox böyük minnət qoyarsınız bizim başımıza və sevindərsiniz. Məsələn, Marx nə deyir? Uzun bir 4 cümlə yarımlıq bir, 4 sətir yarımlıq bir cümlədir və bu cümlənin demək olar 100 kəlmədən çox kəlməsi var, uzun cümlədir. Amma görək ki, nə deyir? Deyir, məsələn, Karl Marx, o Almanlı sosialist filsuf, ən son peyğəmbər, dinlərin meydana çıxışını deyir ki, hər din ki var yer üzündə, onların meydana çıxışını, yəni yer üzündə görünməsini, həyata keçirilməsini, din olmasını, fərqli məzhəblərlə ayrılmasını, hər din, hər bir zamanda görürsünüz ki, şiə olubdur 4 dənə, 5 dənə, 10 dənə, 20 dənə şiə deyirəm, məzər istəyirəm. İslam olubdur 4-5 dənə məzhəb. Hər məzhəbin özündə də məzhəblər var. Məsələn, şiəliğin içində neçə dənə şiəliq var? Neçə dənə? Bəlkə 20-yə yaxın şiəliq var. Şiəliğin ən son versiyonu bilirsiniz, Bəhaiyyət və Babiyyətdir də, bunlardır. Ki, şiəliğin içində bölünübdür. Dedim, Fars dinçiliğinin şeydir, budur ki, deyir İmam-ı Zaman, əsli Quran İmam-ı Zamanın yanındadır və İmam-ı Zaman gələndə hər şeyi dəyişdirmək gücü olacaqdır. Hətta namazı, orucu. Bu qədər, yəni onun üçündən görürsünüz ki, məsələn, Bəhaiyyətdə oruç yoxdur məsələn. Ya olsa da bir ayrı formətdədir. Namaz yoxdur, olsa da bir ayrı formətdədir. Niyə? Çünki farslar bunu açıq qoyublar ki, gələn 10.000 ildə biz neyniyəcəyik? Özümüzə bir din çıxadacaq ki, bu din eləyə bilsin bizi məsələn gücləndirsin, birləşsin ya bizim gücümüz ərəblərə tay dağılsın, coğrafiyada insanlar bizə inansınlar və bizim dinimizin altında bizim mənfəətimizi təmin eləsinlər. Fərqli məzhəblərə ayrılması, dedim, hər din neçə məzhəbə ayrılır, hər məzhəb özü də neçə məzhəbə ayrılır. Sufilərin sığındıqları zaviyələrlə
təsəvvüflə ilgilənənlərin içində yaşadıkları təkkələrin vücuda gəlməsini deyir ki, sufilərin sığındıkları zaviyələr. Zaviyə bilirsiniz də, ərəbcə sözdür, yəni güşə. Açı deyirlər türkcədə. Açılarda, yəni zaviyə olur bir yerlər için insanlar gedirlər, orada gizlənirlər əslində. Amma oğurluq eləyib gizlənmirlər. Gedirlər orada ruhlarının, cismlərinin tərbiyəsinə. Adam məsələn, biraz çox yiyibdir, kökəlibdir, ruhu xərablaşıbdır, gedir orada oturur, bir 40 gün ac qalmağa çalışır. Özünü bir tərbiyələməyə çalışır. Mən neynəmişəm bu vəziyyətə düşmüşəm? Özünün ruhun, özünün cismin bir salır çıxar. Bu olur təsəvvüf güşələri, zaviyələri. Sığınmaq dedik ki, yəni pənahəndə olmaq. Bir yerə yığışmaq, bir yerə adam özünü oraya soxmaq. Sığınmaq budur da. Məsələn, pənahəndə olmaq türkcə sığınmaqdır. Pənahəndə ərəbcədir, mültəci də ingiliscədir. Ərəbcədir, üzr istəyirəm. Pənahəndə farsca. İndi bu sığınmaq, məsələn, fikrin belə bir kiçik bir yer var. Mən istəyirəm bura sığınam ki, yerləşəm bura. Öz yerimdən dardır. Pənahəndələrə heç yer vətənləri kimi olmaz. Ona görə sığınmacı deyirlər. Deyir ki, sufilərin sığındıqları zaviyələr, yəni o yerlər ki, gedirlər daldada, özlərinə girirlər orada sığınacaqlara. Təsəvvüflə ilgilənənlərin, onlar ki, təsəvvüf fikri ilə, düşüncəsi ilə, yaşamı ilə ilgilənirlər, əlaqədar olurlar, ona olurlar. Bunların içində yaşadıkları təkkələrin, o təkkələr, o evlər, binalar ki, bunlar onun içində yaşırlar sufilər. Onların vücuda gəlməsini, Marx onların necə vücuda gəlibdir? Onu reform yapılmasını bir dində ya bir məzhəbdə reform, yəni islah, değişiklik, Türkçə olar değişiklik yapılmasını, vücuda gəlməsini, məsələn nə? Məsələn, görürsünüz ki, vilayət fəqih gəlibdir, İslamın, şiəliğin, məsələn, neçə yüzü ilindən sonra bir dənə fikir gəlibdir, adı vilayət fəqih. Sonra onun içində bir değişim olubdur, vilayət fəqih-i mütləq. Yəni, Allah can buna güc verir, çünki mütləq qədə Allahdır. Amma şiəliq də, fars şiəliğində bu bir dənə yenidən bir şey olsun. Reform yapılmasını, dinlə dövlətin ayrılmasını, dinlə dövlətin ayrılmasına sekularizm deyirlər. Sekularizm dinsizlik deyil, dinsizlik deyil. Dindarlıq da ola bilər, amma dindarlıq dinin siyasətə gətirə bilməz. Dindar siyasətmədar ola bilər, dövlətçi ola bilər. Amma inancığı dinin, usulların dövlətə gətirənməz. Sekularizm bu anlamdadır. Sekularizm bu anlamda deyil ki, din ilə mübarizə eləyir. Ya dinsiz ola. Dinsizin adı ateistdir məsələn. Ateist. Böyle dinsiz də, dinsizin adı dinsizdir. Sekular bir ayrı bir şey. Sekular yəni ikisini ayrı tutmaq. Dinlə dövlətin ayrılmasını yalnız üretim tekniklərinin değişməsiyle açıkladığı kimi, deyir bu üstə saydıqlarımızın, bunları yalnız təkcə üretim teknikləri ilə, tolid teknikləri ilə, üretim yəni tolid, tekniklər yəni fənnilər, funun değişməsiyle, deyir ki, bunların hamısı din, əxlaq, İslam, sufiyyə, islahat, dövlət, bunların bir-birlərindən ayrılması hamısı üretim, yəni tolid teknikləri ilə değişməsiyle açıqlır. Deyir, tolid değişəndə onlar da değişəcəklər. Yəni əvvəl tolidin şəkli değişəcək, sonra dövlətin şəkli değişir, dinin şəkli değişir, zaviyələrin, suf təsəvvüfün şəkli değişir. Bu cürsə. Deyir ki, onlara tay, əxlaq, hüquq qanun,
politika siyasət, estetik hünər, dil özü, düşüncə, fəlsəfə. Düşüncə dediyimiz fəlsəfə. Alanına aid olan ideallar doğmasını, yəni o tolid deyir ki, bu sahələrdə əxlaq, hüquq, siyasət, hünər, dil və fəlsəfə sahələrində alan sahə. Meydan və sahənin türkçəsi də alan. Alanına aid olan bütün ideallar, ideallar yəni xiyallar, arzular, bunları doğmasını deyir, onların doğmasına səbəb olan həmin bu iqtisadın dəyişməsidir. Böyüməsini, hətta onların böyüməsini, əxlaqın, dinin, bunların kökəlməsini, çoxalmasını, ölməsini də, hətta bunların aradan getməsi, dinlər aradan gedir məsələn, dövlətlər aradan gedir, dillər aradan gedir, əxlaqlar aradan gedir, siyasətlər aradan gedir, fəlsəfələr aradan gedir. Bunları da yenə eyni ekonomik olayların gəlişməsi ilə açıqlamağa çalışmışdır. Deyir ki, onların hamısının, hətta onları inkişafın ya ölümün yenə də aynı ya eyni ekonomik olayların, iqtisadi hadisələrin gəlişməsi ilə, üz verməsi ilə, yəni çoxalması ilə açıqlamaya çalışmışdır. Durkheim'in, indi buradan Marx'ı oxuduq, dedi ki, Marx'ın nəzərində iqtisad və iqtisadın dəyişməsi əslidir. Hər nə mənə camiədə görürsünüz də əxlaqdır, dindir, siyasətdir, dövlətdir, kilisanın modelidir, memarlıqdır. Bunların hamısı iqtisadın kölgəsidir. Bu adam dedi ki, kölgənin təsiri olmaz olaylarda. Amma görür ki, bu din olaya təsir qoyur, iqtisada təsir qoyur. Bu əxlaq olaya, iqtisada təsir qoyur. Bu fəlsəfə iqtisada təsir qoyur. Bu filan iqtisada təsir qoyur. Bu onu istədi desin. Durkheim'in qurduğu sosiolojiyə görə, indi bayaqdan Marx'ın maddəçilikin deyirdi, indi Durkheim görək nə deyir. Durkheim dünənləri dedi ki, Durkheim'in nəzərində bir sosioloji məsələ ayrı cür baxılır. Sosiolojik baxılır, toplumsal baxılır. Görək bu nədir? Durkheim nədir? Durkheim'in qurduğu sosiolojiyə görə bir təkəl doğru deyildir. Dedik ki, Marx mütəqidi təkələ, təkəl yəni inhisar. İnhisar nə mənən inhisar? İqtisadır. Təkəl o orada. Deyir ki, Durkheim'in qurduğu sosioloji fəlsəfəsi əsasında görə belə bir təkəl doğru deyildir. Bir dənə inhisar yoxdurdu. Doğru deyil ki, bir təkəl var. İnhisar var yəni. Yoxdur, yox, inhisar yoxdur. Ekonomik olayların, digər sosial olayların heç bir üstün tərəfi yoxdur. Dostumuz deyir ki, kimdir bu? Durkheim. Durkheim deyir ki, ekonomik olayların sosial, ictimai olaylardan heç bir üstün yəni bərtəri farsça, üstün tərəfi yoxdur. Bir əcibə bir fərqi yoxdur iqtisadın o birisindən, əxlaqdan, fəlsəfədən, düşüncədən, hünərdən, bunlardan deyir, heç fərqi yoxdur. Ekonomik qurumlar necə ki, bir olay və bir gerçəksə, din, əxlaq, estetik və bənzəri kimi digər sosial qurumlar da birər doğal olaydır. Deyir, ekonomik qurumlar, necə ki, ekonomik, iqtisadi bir məcmuələr, qurumlar, təşkilatlar, karxanalar, fabrikalar, şirkətlər, hər nə mənə ki var. Deyir, bunlar necə ki, bir olay və bir gerçəksə, əgər iqtisad bunlar, karxanalar, fabrikalar, şirkətlər, tozid, tolid, bunlar hamısı, əgər bir gerçəkdirlər, vaqiyyətləri var eşikdə, din də, əxlaq da, estetik hünər də və bənzərləri, ağıl, dil, bunları deyir, düşüncə, fəlsəfə kimi digər sosial qurumlar da, bunlar farsça qurumlara nəhad deyirlər. Digər ictimai nəhadlar da, amuzuş pərvəriş bulan, hərəsi doğal olaydır birər. Hərəsi özündə doğal, təbii bir olaydır. Kölgə deyil, istəyir deyək ki, kölgə deyil.
sonucları əşyanın kölgələrinə bənzədərək kölgə hadisələr deyə adlandırmaq objektiv gerçəklikdən ayrılmaq deməkdir. Deyir ki, bu sonucları, yəni bu dini əxlaqı filanları əşyanın, maddi şeylərin kölgələrinə bənzədərək onların kölgəsinə, deyək ki, din iqtisadın kölgəsidir, beləsi. Əxlaq iqtisadın kölgəsidir. Bunlar kölgə hadisələr deyə adlandırmaq, deyək bunlar kölgədirlər. Kölgə deyə, kölgə hadisələr deyə, deyək ki, bunlar kölgə hadisədirlər. Din, əxlaq, fəlsəfəçi dedik, düşüncə yəni. Bunlar, din, hünər, bunlar adlandırmaq objektiv. Object, subject. Bu objektiv və gerçəklikdən ayrılmaq deməkdir. Object, yəni eşikdə olan, əgər iştibah eləməsə objektiv, gərək beləsi olsun, eşikdə olan, yəni o şey ki biz gözündən görürük, hiss edirik, olar. Maddi. Objektiv gerçəklikdən, vaqiyyətdən ayrılmaq deməkdir. Yəni siz vaqiyyətdən ayrılırsınız. Amma bir objektivə bir baxım görüm ki, objektiv, mən bununla belə ki, dəfələrcə baxmışam, amma bu İranın şeylərində adam bunları oxuduqca şey olur, şəkkə düşür. Mən bir bunu yazım. Object. A person or other judgment not influenced by personal feelings or... Deyir ki, bəli, o şeydir ki, insanların düşüncəsi və ehsasları ilə təsirlənməyə, ona deyərlər, şey, relating to or denoting a case of nouns and pronouns used as the object of a tentative verb or three things aimed or at out a goal. Bəli, deyir ki, objektiv belə hədəf də ola bilər, amma dediyim kimi çox maddi yönü vardır elə bir. Bəlkə də iştibah edirəm, umaram ki, iştibah elərəm. Sizlər də doğrultmağa çalışarsınız. Pəs Durkheyimin nəzərində belədir ki, biz bunları kölgə hadisə desək, əslində vaqiyyətdən uzaqlaşırıq, beləsi deyək. Hekmətdə kimyada, biyolojidə kölgə olaylar olmadığı halda sosiolojidə nədən bulunsun? Deyir ki, hekmətdə. İndi hekməti parantez arasında dostumuz məna eləyib fizikdə. Qədim hekmət dediyimiz şey, dostlar, düşüncə dediyimizdir. Əlbəttə, çünki qədim fəlsəfəçi deyirdilər ya hikmətçi deyirdilər, hər şeyə şamil olurdu. Yəni, məsələn, riyaziyyat, fizik, şimi, pezeşki, bunların hamısına hikmət deyirdilər. Onun üçün dostumuz fikirləyəm ki, burada qərinə olaraq mütərcim, beləsi, qərinə olaraq ki, deyib burada kimya, yəni şimi, biyoloji, yəni bədən, bədənin işləyi, diri canlıların işləyi, ona görə hikməti də fizik yazıbdır, parantez arasında. Onun üçün deyib fizikdə olur əşya, maddi əşya. Kimya, şimidə, biyoloji canlılıqda, canlı varlıqlarda kölgə olaylar olmadığı halda, deyir necə ki, bunlarda kölgə olay yoxdur, bunlar vardır. Yəni, şimidə var, bunlarda kölgə olay yoxdur. Sosiolojidə nədən bulunsun? Deyir, cami işlərində nədən deyək, cami şünasda, toplumsal elmlərdə ya toplumda kölgə olaylar var. Soru soruşur bunu. Gerçi geçmişdə Mussolini kimi bəzi psixoloqlar bilinc farsça şuur, ərəbcə şuur deyilir. Yazıb özü burada. Bilincə kölgə olay adını verir və bilincin psikolojik olaylar üzərində heç bir etkisi olmadığını savunurdular. Deyir ki, gerçi yəni farscadan alınmış bir şeydir. Yəni belə görünür ki, geçmişdə ya belədir ki, geçmişdə Mussolini adlı bir
psixoloq, yəni rəvanşünas kimi bəzi psixoloqlar, ona tay bəzi rəvanşünaslar ya ruh şünaslar bilincə, yəni bizim bu bilincimizdə, bilinc yəni ağahi, şuur ərəbcə. Çölgə olay adını veriblər. Deyir o rəvanşünaslar bu bilincə, şuura deyiblər nə mənə? Çölgə olay. Nəyin çölgəsidir görən? Bunu soruşaq özümüzdən ki, bunların nəzərində bizim bu düşüncəmiz ki var, adına fəlsəfə deyirik, bu düşüncəyə niyə deyiblər çölgə olay? Nəyin çölgəsidir? Əcəba, mən soru soruşuram. Əcəba, buradan gəlir ki, biz uşaq olanda burada bilincimiz yoxdur. Yavaş-yavaş bu maddi təbiətdən, ətrafdan səsləri, iyləri, təsvirləri gözümüz vasitəsilə, qulağımız vasitəsilə səsləri, burnumuz vasitəsilə qoxuya, iyləri və ağzımız, dilimiz, ağzımızın içi vasitəsilə məzələri və dərimiz vasitəsilə hissiləri alırıq. Biz əslində bizim bu beynimizdəkilər vaqei deyirlər, eşikdəkilər vaqeidirlər və bizim beynimizdəkilər bizim o hissiləri aldığımız 5 dənə ya 6 dənə hissimiz ki var ha, onların xətaları ilə dolu olduğu bir şeylərdir ki, dolub zehnimizə ki, əslindəki eşikliyə də çox bənzərliği bəzən ola bilər ki, olmasın. Əcəba, belə düşünür ki, sual beləsidir. Əcəba, bizim zehnimizdəki məlumat, təsvirlər, iylər, qoxular, məzələr, soyuqlar, sərinlər, istilər, kəsəcilər, bunlar, əcəba, bunlar kölgədirlər eşikdən, eşikdəki vaqiyyətlərdən. Bunu mən soruram. Bəlkə bu dostlarımız, bu psixologlar ya rəvanşünaslar belə düşünüblər. Deyir ki, bəs Mussolini kimi bəzi rəvanşünaslar, yəni psixoloqlar şuura, dedim düşüncəmizə, beynimizdə olan o fırtınaya kölgə olaya adını veriblər. Bizim deyiblər ki, beynimizdəki kölgədir. Nəyin kölgəsidir? Dedim, gedin Əflatuna diqqət edin. Əflatun deyir ki, o köhnün içindəki olan adamlar, o əkslər ki, divarda görürlər, onlar kölgədirlər. Necə ki, məsələn, biz televizyonda film işi görürük, o doğru adamlar deyil. Doğru adamların kölgəsidir. Əksidir, düşüb divara. Televizyonda görürük biz. Və bilincin psikolojik olaylar üzərində heç bir etkisi olmadığını savunurdular. Onlar deyirdilər ki, bilincin, bizim düşüncəmizin psikolojik, rəvanşinasi olaylar, rəvani, bimari rəvani məsələn. Yəni, bizim canımızda olan, əlbəttə tək bimari olmur ki, olay deyəndə mütəəssifanə dedim, farsıya çevirində olur hadisə, cərəyan, onun üçündə mənfi alanmı var. Olayın türkçüyədə, türk dilində çoxdur meydanı, çox böyükdür. Yəni, həm müsbət, həm mənfi. Məsələn, biz gülürük. Niyə gülürük? Ağlırıq. Niyə ağlırıq? Təslim olmuş bir insanlarıq. Dövlətə, dinə, müqəlliduq. Niyə? Təslim olmamış şurişi bir insanlarıq. Qəbul eləmirik, üsyankarıq. Niyə? Deyir ki, bunları istədim misal vuram. Deyir ki, psikolojik olaylar üzərində heç bir etkisi olmadığını savunurdular. Bunlar müdafiə edirdilər ki, bizim beynimizin içində olanlar bizim rəvani vəziyyətimizə, psikolojik durumumuza üstünə heç bir təsiri yoxdur. Yəni, xudagahinin naxudagaha deyirdi təsiri yoxdur. Beləsi düşünürdü. Farsca desək beləsi oldu da. Yəni, mən rəvanşinasi terminin, burada türkcə rəvanşinasi terminlərini işlədibdi. Mən onu farscaya çevirdim. Xudagahın, naxudagahın üstünə təsiri yoxdur. İndi bunu nə cür deyir? Deyir ki, bəzi psixologiyada bilincin, şuurun, yəni xudagahinin kölgə olay adı verirlər buna. Və deyirlər ki, bilinc, yəni şuur ya düşüncə, psikolojik olayların, yəni psikolojik olay nə deməkdir? Dostlar, mən burada bir dövrəyə getməyə məcbur oldum, 4 ay.
Kanada'da. Burada bize dediler ki insanın beyni ki burada var, başın kasasının içinde. Bu insanın enerjisinin 80'da bəzən 80%-in, 80%-inin enerji ki bizim bədənimiz yediyimizdən tolid eləyir, onu bu yeyir. O miqdarda qan da bura çox gedir. Hər şey bura çox gedir. Bu neçə qismətdən təşkil tapır? Çox, milyonlar bölümdən təşkil tapır. Bunda biri burada, dalda, bu nuxaya yapışan yerə yaxın adı Mekdiladır. Mekdila. Deyir ki, bu Mekdila bizim nənədən qarnında olandan ta 3 yaşınacan qutular. Bu disk əsli diskidir. Siz bu kompüterin hər yerin format edirsiniz eləyin, F-disk edirsiniz eləyin. O Mekdila F-disk olmaz. Mekdila siz insan deyərək, insanlar, arvadlar və kişilər, kiçik ya böyük, 100 yaşı olsun ya 2 yaşı olsun, fərq etməz. Hər nə təsmin tutur, %90'ın Mekdilanın təsiri ilə tutar. Mekdilada nə olar? Uşaqlıq nənənin qarnından başlar, burada ehsaslar alar, duyğular alar. Duyğular insaniyyətin əsasıdır. Onun üçün insanlar ağıllı insan deyirlər, ehsası insandırlar. Çox siz az adam taparsınız ki, ağlı ehsasının ötəsinə keçə, qabağına keçə. Siz ola bilər ki, bir hadisə üz verə bilər, məsələn, mərizliyə beynini əldən verə, ağlını əldən verə türkcə. Onun Mekdilası işlir. O, uşaqlığında nənəsi onu vurubdur. 3 yaşınacan. Özündən itəliyibdir, süd verməyibdir. Əlində olan bir şeyi alıbdır zoruna. Sən bunu yemə, sən bunu vurma. Bu işi görmə, o işi görmə, bu işi görmə. Onu vurub, qışqırıb. Bunların hamısı 3 yaşınacan, 3 yaş yarımınacan təkmil olur. 3 yaş yarımdan sonra siz bunu nə qədər tərbiyyət verirsiniz verin. O 3 yaş yarımacan öldüyü ilə gedəcəkdir. Onun bundan bu üzə ülgüsü nədir? İstər istəməz. Buna deyirlər naxudaqa. Onun o divarı kağıt tikirsiniz, siz 3 yaşdan o üzə tikirsiniz 100 yaşınacan. O divarın şağılı nədir? Mekdilada olan ehsaslardır. O nənənin, dədənin, nənə deyirlər ki, məsələn, uşaq olanda uşağı alın, yapışdırın qarnınıza. Lüt eləyin özünüzə, hətta yapışdırın. 2 il yarım uşağınıza ayırmayın. Bizim orada çox gözəl idi uşağı süd vermə, uşağına süd vermə, ayır qoy qurusun. Niyə? Uşaq xəsis olur sonra. Uşaq nə olur? Deyirlər bu çimçəşir hər şeydən, əlin vuramır, vas-vas. Vas-vası mərəzçilik tutur. Hamısı o 2 il yarımda, 3 ildədir. Yəni siz uşaqla neynədiniz? Uşaq vas-vas oldu sonra. O 3 ildə neynəmişsiniz ha? Özünüz də bilmirsiniz, deyir, bəs uşağınıza xidmət eləmişsiniz. Qoy, mən bu uşağın əlindən alım, yeməsin. Uşaq bu işi görməm, vurmuşsunuz əlindən, belindən. Özü yavaş vurmuşsunuz, bəh vurmuşsunuz. Uşağın üstünə qışqırmışsınız. Uşaq bunu, o ləhsə ki, dodağını salladı, büzüşdü. O qutardı. Bu uşağın zehnində getdi, yazıldı. Dünya dağıla, bomba atom düşə, uşağın Mekdilası qeytələcək, deyəcək ki, sən okey. Özü də bilməyəcək, mənim nənəm vurubdu, dədəm vurubdu, bacım vurub, qardaşım vurubdu, qışqırıblar üstümə, əlimdən alıblar. Niyə mən indi həssas olmuşam, niyə vas-vas olmuşam, niyə ircənirəm hər şeydən, niyə hər şeyi yemirəm, niyə xəsis olmuşam? Bunu bilməyəcək. Bilməyəcək ki, nənəsi uşaqlıqda bunun əlindən bir şeyi alıb zoruna. Bu uşaq indi xəsis olmaq zorundadır. Çünki öz əlində deyil. Bu bir təsvirdir ki, nənə yaradıbdır. Mənim əlimdən niyə alırsan? O ana alıbdır. Mənim əlimdən alma. O indi yekəlibdir. O deyir ki, mənim əlimdən hər şeyi alacaqlar. Mən alım saxlayacağım. Bəzi adam görürsünüz ki, burada horder deyirlər. İranda bilmirəm nə deyirlər. Türkiyədə elə bir şey deyirlər, hordəçi. Deyirəm və hordəçi deyirlər. Yəni, ataşqal toplayan. Görürsünüz, adam gedir küçədən, ataşqalı yığır, gətirir, yığır evinə. Adam görürsünüz ki, ölübdür ya, qocalıbdır ya, biləxərə bir şey olubdur, gedirlər bunun evini indi boşaldırlar. Görürsünüz, 10 kamyon aşqal çıxır. Mənim bir dostum var idi, radqıda işlərdi, Allah rəhmət eləsin, öldü, getdi. Mən getdim buna qonaq, demirəm harda, çünki istəmirəm, abırsız adı bilinər tərsi olar. Mən buna getdim qonaq, çox dəvətdən sonra, 6-7 ay dəvətdən sonra mən durdum, getdim bunun evinə. Mən qapıdan girdim,
gördüm ki bura çox qeyri-adi bir şeydir. Bu ömründə hər nə dava yemişdi, davanın qabığını saxlamışdı. Hər nə qədər tiğə ilə gündə üzün vurmuşdu, o tiğələri divara yapışıb saxlamışdı. Atmamışdı eşiyə. Hər nə qədər sabun işlətmişdi, onların qutularını və kağızlarını saxlamışdı. Hər nə qədər tonimahi, biskvit, hər nə də yemişdi, onların qutularını, zadlarını evdə saxlamışdı. Hər nə mənə almışdı, ona paketə qoymuşdular, naylona qoymuşdular, onların hamısını saxlamışdı. Mən 2 gün qaldım, sonra 3-cü gün dedim, zəh verdim mən xanımıma, dedim ki, oradan zəh ver denən ki, çox bir pis hadisə olub, gəlməlisən, du gəl. Qərarlıdır 20 gün zat qalam. Xanımım zəh verdi ki, məsələn, bir çox pis filan hadisə düşübdür, gəlməlisən. Yoldaşıma dedim ki, belə olsa deyənmərəm ki, qal gələn. Buna, niyə bu adam belə olubdu? Ayda $8,000, $9,000 hüquq alır. Gözəl, şəhrin gözəl yerində evi var. Qiyafəsi çox gözəl. Yəni, əgər mən özümü gözəl bilirəm, bunu deyim, o məndən göyçək idi o. Yaraşıqlı idi. Məndən bir 10 il, 15 il yekə olardı, amma tühləri düşürdü məsələn belinə. Qara, şəvə tühləri var idi, adam baxırdı, həzz edirdi. Amma bu mərislilik hardan bu adama gəlibdi? Nənə ilə balanın, dədə ilə balanın 2 il yarım, 3 ildə olan rabitədə hər nə eləyiblər, nə uşağın zehnində bir şey yaradıb. Zorla bunu tutub alıbdı. İndi o hər nəyi görür, deyir ki, bu mənim ehtiyacım olar bir gün. Niyə atım eşiyə buna pul vermişəm, qalsın burada? Yəni, bu qədər o məqdiyla dediyimiz, indi o şuur və bir-şuuri deyir, ha? Şuur, bu çox gözəldir. Bilinc və bilinc altı. Baxın, yenə də, bilinc üstədir, diqqət buyurun, beynimizin üstü parçası bilincidir, aşağı parçası və orta parçası. Yəni, beynin ortasından yenir gedir aşağıya, qərə bir şeydir. Qərə bir şey, adı məqdiyla. O, baxın, elə onu da düz deyiblər. Bilinc altı. Üstü, əgər biz beynin üstün şey bilsək, bilinc üstü bilsək, bilinc bilsək, altı, onun altındakı məqdiyla bilinc altıdır. İndi gene İran'da bunu deyiblər ki, xudagah və naxudagah, şuur o bir şuuri. Yox, bir şuuri bu deyil. Amma bu o dediyim məsələdir. Yəni. İndi bunu istədim onu yetirəm. Pəs şuur, kölgə olay adını verdilər bəzi rəvanşünaslar və bilincin psikolojik olaylara, yəni o məqdiladakı olan duygulara, onlar hamısı duygudur, ehsasdır. Orada məlumat yoxdur, orada fəqət duygu var. Üzərində heç bir etkisi olmadığını savundular. Bunlar deyirlər ki, müdafiə elədilər ki, onun bu şuurun ağahi, məlumat ki, zehnimizdə var, məqdilada olan şeylərə heç təsir yoxdur, ehsasa heç təsir yoxdur. Fəqət Alfred Foyle, Ribot, James, James əlbəttə burada yazıb James. Çünki Türkiyədə C işlənmədiyi üçün burada yazıb James. Aldı ki, James Hofting, bu Türkçəsi ərəb əlifbəyi ilə cür gəlmir də, bunu deyək. Bu İngiliscə ya Fransa dilini ya Almancanı biz ərəb əlifbası ilə yazanmarıq. Çünki qələt çıxır. Onun üçün deyir ki, mən bunları indi çalışıram ki, öz dillərində oxuyayım. Alfred Foyle, gələk ola Foyle, Ribot, James, Hofting, Bergson, Pierre, əlbəttə bu Fransa olacaqdır, Pierre Jant, ya Janet, Binet, Palhan,
kimi yeni psixoloqlar, yəni bu adları saydıqları rəvanşünasdılar. Ruh şeylidirlər, mütəxəssisi, uzmanıdırlar. Deyir, kimi yeni psixoloqlar, bunlara tay, yeni, məşhur, adlım, kitab sahibi, nəzəriyyə sahibi, teori sahibi psixoloqlar bu teorini elmi dəlillərlə kəsin olaraq yıxdılar. O teori ki, deyirdi ki, şuurun bilincin bilinc altına heç bir təsiri yoxdur. Deyir, bunu teorilərlə, elmi teorilər, dəlillərlə o teorini kəsin, yəni qəti olaraq yıxdılar. Tamam. Artıq psixoloji alanında kölgə olay deyimi qalmadı. Deyir ki, artıq daha psixolojik alanında, psixoloji alanında, yəni rəvanşünaslıq meydanında, ərsəsində kölgə olayı deyə bir şey qalmadı. Deyimi, yəni sözü. Belə bir söz qalmadı ki, deyərlər, rəvanşünaslığında məsələn bir şey var, deyərlər ki, bunu shadow fenomen. Ya dünənləri özü dedi ki, penofenomen. Görüm dünənkinə gərc edə bilsəm, dünənləri bunu pedofenomen dedi, əgər iştibah eləməsəm, amma əgər tapa bilsəm. İngiliscə səhvimi yazmamışmış, ona görə tapa bilmədim. Hər halda bu o deyil. Bundan başqa sosial olaylar arasında yalnız ekonomik qurumları gerçək saymaq, məsələn fiziolojik olaylar arasında yalnız mədəyə və haziməyə borosuna aid olayları gerçək saymaq, digər fiziolojik işləmləri bunların gerçək olmayan etkisiz kölgələri saymaq kimidir. Uzun cümlə, çalışaq bunu qıssaldaq. Bundan başqa, yəni bundan əlavə, bundan sonra, ya buna izafə eləyək, bundan başqa, yəni buna əlavə eləyək. Sosial olaylar arasında toplumsal hadisələrin ya cərəyanların arasında, içində yalnız ekonomik qurumları yalnız sadəcə ya fəqət iqtisadi nəhadları, qurumları gerçək saymaq, vaqei sayaq. Məsələn, deyək ki, fizioloji olaylar, fizioloji, yəni o şey ki, eşikdə mərbuddur, cana mərbuddur, cismə, insan cisminə. Fizioloji olaylar arasında o canımıza mərbud olan cərəyanların içində, arasında medə və hazimə. Hazimə həzm eləyən bir şeydir, yəni medə və hazimə. Hazimə bilirsiniz, medə özü bir şeydir. Hazimə mədədən başlayır, gəlir bağırsaqların axirindən çıxına qədər olur hazimə. Həzm eləyən. Həzm eləyən yəni nə mənə? Əzir və cəzb edir özünə bir şeyləri və artığın atreşiyə. Buna deyirik hazimə. Borusuna. Burada bir lülədir da. Buradan gedir aşağıya, mədəyə, mədədən də gedir belə fırrana, dolana gedir yavaş-yavaş böyük bağırsaqdan çıxır eşiyə. Deyir borusuna. Bu boru deyir buna. Bu nay və onlara bağırsağa biz nə deyirik? Boru biz nəyə deyirik Azərbaycanda? Məsələn, od buxarısı quranda boru qoyuruq. Lülədir ki, oradan buxarının od yandırır, hər nə ki yandırırıq, onun tüstüsü onun içinə gedir, çıxır borunun içinə, çıxır gedir damın üstündən ya eşiyə. Ona deyirik boru. Pəs, bu da bir lüğətdir. O şey ki, bədəndə var, bura borudur. Yemək yeyirik, buradan boru ilə gedir, mədəyə yetişir. Mədədən geçir, gedir boru o lülələrə. O lülələrin içinə ki, əyri buyrudur, bağırsaq deyirik, onlarla gedir, çıxır eşiyə. Hər halda deyir ki, medə və hazimiyə borusuna aid olayları, bunlara olan o şeylər ki, bunlarda olur, gerçək sayarsaq, əgər bunları fəqət həqiqət bunlardır, borudur. Bu boruda və onların şeylərini gerçək sayarsaq, digər fizioloji işləmləri bunların gerçək olmayan etkisiz kölgələri saymaq kimidir. Sonra deyək ki, obrisilər, yəni ürək, böyrək, beyin, bunların işləməkləri, əlimiz, qolumuz ki, bunlar işləyir. Bunlar o borunun, hazimənin, çünki onlar qəzanı, onlar cəzb edirlər da, enerjini onlar alırlar. Onlar deyir ki, deyək ki, onlar da bunun etkisində qalıblar, kölgəsidir. Əlimiz, qolumuz, mədəmiz, qəlbimiz, gözümüz, ağzımız, burnumuz, beynimiz, bunlar da o hazimənin
medə və hazimənin kölgəsidirlər. Niyə? Çünki enerji, əsli enerji bədəndə bu boruda və mədədən alınır. Qalanları bunun məsrəf eləyərlər, məsrəf eləyəncisidirlər. Bu ürətimdir. Əslində medə ürətir, güc ürətir, enerji ürətir, o birisilər məsrəf eləyirlər, tükətirlər. Tükətdikləri görə onlara deyir ki, siz deyənməzsiniz ki, onlar, yəni bədəni bənzədir, beləsi deyim, bədəni iki yerə böldü. Marksın nəzərini gətirir, bu da. Deyir, Marksın nəzərində tolid eləyən, üretim eləyən qismət medə ilə rudədir, farsça, bağırsaqlarla şeydir, medədir. Bədənin o birisi yerləri hər nə iş görürlər, ağciyərlər, qərəciyərlər, böyrəklər, dalaq, ürək, göz, ağız, burun, beyin, əllər, bədən. Bunların hamısı deyir, onun kölgəsidir gərək deyək. Bu ona bir misal vuraraq gəldi beləsi dedi. Deyir ki, bunlar gerçək olmayan, etkisiz, deyir ki, digər fizyoloji bir şeylər, gerçək olmayan vaqiyyətləri yoxdur. Bunlar həqiqi deyirlər. Ətkisiz, yəni təsirsiz bir şeydirlər bunlar. Kölgə saymaq kimidir. Bunlar deyək ki, bunlar kölgədirlər və ətkisizdirlər. Belə bir teorini, heç bir fizyoloji bilgini qəbul edə bilərmi? Deyir ki, belə bir teorini ki, deyək ki, medə ilə rudələr, medə ilə boğarsaq əslidir, qalanları kölgədir və onların təsiri yoxdur. Deyir, belə bir teorini heç bir ağıllı fizyoloji bilgini, ağıllı da demir, bilgin, yəni elm sahibi qəbul edə bilərmi? Deyir, qəbul etməz da, etmə. Sual soruşur elbette. Karl Marx bu təkəlciliyi teori alanında buraxmayaraq, pratik alanında da pratik alanına da axtarmaqla ikinci bir xətaya düşmüşdür. Marx'ı nəqd edir ki, Karl Marx bu təkəlciliyi, bu inhisar iqtisadini, iqtisadi inhisarçılığı, təkəlciliyi teori alanında, teori ərsəsində, meydanında buraxmayaraq, deyir, fəqət demir ki, teoride, aparıb bunu hara pratik yəni əməl alanına, alan meydan, pratik alanına, yəni əməl meydanına axtarmaqla, yəni orada aparmaqla ikinci bir xətaya düşmüşdür. Pəs Marx ikinci xətanı harada yapır? Deyir, teoridən çıxadır, aparır əmələ. İndi, Marx'a görə xalq yalnız işçi sinfindən ibarətdir. Marx'ın nəzərində xalq, millət ibarətdir işçi sinfi, işçilər. Buna görə işçi sinfi digər sinfları ortadan qaldırmaq zorundadır. Deyir, buna görə ki, əsas, diqqət buyurun, bu pratik dediği şey budur, ha? Pratik alanına apardı budur. Deyir ki, işçi əsasdır. İndi buna görə işçi sinfi, o birisi sinflar ki, işçi deyirlər, ürətici deyirlər, bəlkə tükəticidirlər. Onları, digər sinfları, o birisi sinfları ortadan qaldırılmaq zorundadır. Yəni, onları aradan aparmağa məcburdur. Deyir ki, istəməyə görə onları aradan apara. Onları öldürə. İndi görək nə deyəcək? İndi diqqət buyurun, buradan nə çıxır? İşçi kimdir? O adam ki, dedi, ürətir. İqtisadda tolid kunəndədir, ürətir. Ürətməyən kimlərdir? Uşaqlar, qocalar, müəllimlər, danışçılar, danışqahlar, mərizlər, ərz eləyim xidmətinizə, deyək ki, döktürlər, çünki ürətmirlər ki, servis verirlər. Bəqqallar, təqqallar, bunlar ürətmirlər, bunlar servis verirlər. Servisdə işləyənlər, xədəmatda işləyənlərin hamısı demək olar ki, bunlar ürətçi deyirlər, kölgədirlər. Kölgəni aradan aparaq ki, əsl qalsın da. Halbuki, xalq toplum anlamı daşıdığından hüquqca bir-birinə eşit olmağı qəbul edən bütün sınıfların toplamı deməkdir. Halbuki, deyir, Marx'ın nəzəri belədir, amma görək, millət nədir ki? Halbuki, xalq, millət, toplum anlamı daşıdığından
xalqın zehnində toplumdan nə anlamı var? Bunu deyə istəyir. Toplum anlamı daşıdığından, yəni toplumun məfhumun, mənasının, düşüncə ki, o toplum sözünün içində var, sosial sözünün içində var, camiə, cəmiyyət sözünün içində var. Onu daşındığını, yəni onu özündə daşıyır da, bu mənanı insan özündə daşıyır. Hüquqca bir-birinə eşit olmağı qəbul edən bütün sınıfların toplumu deməkdir. Deyir ki, xalqın fikrində, beləsi deyək, hüquq baxımından, hüquq yeni qanun, haqqılar, qanun. Qanun baxımından bir-biri ilə əşit, bir-biri ilə bərabər, müsavi, biri-birindən çox haqqılı yox, biri-birindən az haqqılı yox. İranda məsələn birinin dili rəsmidir, o birisinin dili qədəğandır. Belə yox. Ya, iki arvad bir kişi elər, bu da yox. Bir uşaq adam eləməz əslən. Qocanın da ölmək haqqıdır. Belə yox, bunlar yox. Bir toplumda hüquq baxışından insanlar bir-birinə eşit olmağı qəbul edən bütün sınıfların hamısın, tamam sınıflar, müəllim olsun, fəlsəfə olsun, molla olsun, umma olsun, hər kəs olur olsun, bunların hamısından toplamı deməkdir. Bunların hamısının toplamına xalqı deməkdir. Pəs xalq bir məfhumdur ki, onun içində tamam insanlar, tamam siniflərlə hamısı bərabər haqqıları olaraq bir toplum yaşırlar. Bir toplumdular. Buna xalqı deyirik, millət deyirik. Pəs millətin bir mənası bu oldu. Tamam insanlar hər nə iş görür, görsün, hər nə fəaliyyət edir, eləsin. Bunların hamısı hüquqda, qanunda bərabər olduqları üzərə bir millət deməkdir. Gerçəkdən çoğunluqla eşit olmayı qəbul etməyən imperialist, aristokrat, feodal sınıfları xalqın dışında görmək doğrudur. Deyir ki, gerçəkdən, vaqiiyyətdə çoğunluğu eşit olmayı qəbul etməyən imperialist. Deyir ki, imperialistlər çoxunluğu, əksəriyyətin siyasətdə də işlənir, camiyyətşünasıda da işlənir, o birisi elmdə də işlənir. Əksəriyyətin türkçəsi çoxunluq. Çoxunluq ya çoxunluq. Deyir ki, gerçəkdən çoxunluqla eşit olmayı qəbul etməyən imperialistlər. Deyir ki, imperialistlərin də içində bir iddiası var ki, bərabərliyi, eşitliyi, eşit bərabərlik. Hüquqda, hər şeydə ki, hüquqda bərabərliyi. Bir qəbul eləməyənlər var. Kimlərdir? Imperialistlər. Aristokratlar. Aristokratlar fikirləm ki, icazə buyurun baxım da, özümdən deməyim bunu. Çünki bəzən bunları yanlış deyirəm. Aristokratın İngilizcə mənası a member of an aristocracy, especially noble and aristocrat by birth. O adamlar ki, sərvətli ailələrdə ya nə-mənə ailələrdə doğulublar, onların o ailədə doğulmaqlarından bunlara haqq çıxır da, məsələn, əyan. Aristokrat, feodal sınıfları, feodallar da işte ərbabla xandır bizdə müadili, xalqın dışında görmək doğrudur. Deyir ki, bunlar ki, çoxdur, bunlar qəbul eləmirlər eşitliyi. Onlar kimlərdir? İmperialistlər, aristokratlar, feodallar. Bunlar xalqıdan eşikdə görmək doğrudur. Yəni, Marksın nəzərin burada biraz təyid edir. Deyir ki, bunlar sərmayedarlar məsələn. Aristokratları sərmayedar da demək olar. Sərmayedarlar, imperialistlər də ki, dedik, imperiyadan gəlir. Imperiyadır, yəni bu hökumətlər falan bunlar. Əlbəttə, burada imperialistdən burada. Bu kitabda anlam iqtisadi anlamdır, Marksın anlamıdır. Yəni o hökumət ki gedir o birisi torpaqları və millətləri işğal edir, ya qeyri-müstəqim işğal edir. Yəni ya bəzən özü ordusu ilə gedir işğal edir, ya da ordusu ilə göndərmir, yavaş-yavaş onları özünə bağlır və onları işğal edir, onları öz mənfəəti yolunda işlədir. Onlar tək məhsul edir, onları təkəl edir. Məsələn, fəqət qəhvə tolid edir, fəqət nəft tolid edir, fəqət daş tolid edir, fəqət qızıl tolid edir, fəqət əlmas tolid edir. Qalan şeyləri ürətmədikləri üçün hamısını almalıdırlar. Onun üçün oradan xam alır, burada çevirir, milyardılar məhsula qeydir onların özlərindən neçə qiymətə satır. Məsələn, misin tonunu alır, deyək,
2000 dolara, 5000 dolara onları qeytərib satanda 1 milyarda satıb 1 ton misi. Çünki telefon düzəldir. Telefonun birində 10 girəm mis işlənibdi, işlənməyibdi 10 girəmdə bəlkə. Ya 1 girəm, ya yarım girəm qızıl işlənibdi, işlənməyibdi bu qədər. Bunu birdən satır 1200 dolara, 1000 dolara, 800 dolara və o milləti çapır. Buna, yəni biz Marksın nəzəri ilə indi buna baxmarıq. Imperialist, yəni o adamlar ki, bir məmləkəti işğal ediblər, onların həm qol güclərin, həm para güclərin, həm fikir güclərin, həm də onların yer üzü və yeraltı qaynaqların ucuz qiymətlə alır öz ixtiyarına, öz mənfəətlərində işlədir. Məsələn, fikir eləyin ki, indi biz oradan qaçmışıq, gəlmişik, cavan müyürüydük da, gələndə işləyən idik. 4 dənə də mənim uşağım var, işləyirlər əlan. Bunlar bir var o məmləkətdə işləyirdilər, hərəsi gündə, məsələn, o məmləkətdə bir 100 tümən izafi bu məmləkətə pul qazandırırdılar. Bir də var o 100 tüməni burada qazandırırlar bu millətə. Fərqi buradadır. Yəni gündə 400 tümən az qoysaq, 400 min tümən az qoysaq, bu millətin, bu 4 dənə uşağın, mənim özümlə 500, gündə biz orada bir var o millətə mənfəət yetişəydik. Bir də gələk bu millətə mənfəət yetişək. Bu da bir gücdür. Bu da bir gücdür. Yəni, qol gücüdür da. Buna deyirlər ki, bazuye kar farsca. Qol gücü. Fikir gücü. Məsələn, fikir gücü nə mənə? Mənim qızım artistdir, yəni hünərməndir. Nə mənədir? Mücəssəməçidir, nəqqaşdır, tərrahdır, model tərrahıdır. Bu, məsələn, bir qalıb orada, məsələn, bir hünər ürətəydi ora, bir də var ki, gəlib burada ürətəydi. Görün ki, bu da bir gücdür, gəlir bura istifadə edir. Bu da imperialisti genə də bunun nəzərindən. Əlbəttə, biz orada, bunlar özləri çəkib gətirməyiblər. Bəlkə bizi dövlət deyibdir ki, gedin də, yəni zora salıbdır ki, bir şərait yaradır ki, orada qalmağı səlah görə bilməmiş. Burjuvalarla aydınlar arasında da hüquqca hər kəsə eşit olmağı qəbul etməyən sınıflar varsa, xalq dairəsinin dışında qalmalıdırlar. Deyir ki, əgər burjuvalarla, burjuvaların da içində, yəni, aydınlar, yəni, roşənfikir dediklərimiz adam, aydın, bəs olur roşənfikir, burjuvalar da olur kimlər? Onlar ki, azdan çoxdan biraz pulları, sərvətləri var, onlar, ya yerləri var, onlar. Arasında da hüquqca hər kəsə eşit olmağı qəbul etməyən sınıflar, deyir, bunların da əgər içində, burjuvaların içində də adamlar var ki, eşitliği qəbul edir. Aydınların da içində adamlar var ki, qəbul edir. Diqqət buyurun, İrana diqqət buyurun. İranda burjuvalar bərabərliyi qəbul eləmirlər. İndi toxumu tərəkeyi şeydən danışırlar da, məsələn, özlərinə bizim toxumumuz da ayrı cür bir insandır. Bunlar, deyir ki, bunlar ki, qəbul eləmirlər, o birisi insanlarla eşit haqqı qəbul eləmirlər. Bunlar ya burjuva olsunlar, ya aydın olsunlar, ya roşənfik olsunlar. Məsələn, türklə, ərəblə, bəluçla, türkəmənlə, farsı, bunları heç birisini qəbul eləmirlər bərabər. Yox, deyir, fars üstündür. Niyə üstündür? Yox, biz hamı bərabərim, yox, hamı bərabərim deyəndə bu var. Niyə sənin dilin üstündür? Mənim dilim üstündür. Özüm üstünəm ki, dilim üstündür. Niyə sənin iqtisadın güclüdür, mənim iqtisadın? Çünki mən üstünəm ki, iqtisadın gərək üstün ola, sənin əşağısan ki, iqtisadın gərək əşaq ola. Baxın, bəzən düşüncəni deyərlər, bəzən düşüncəni deməzlər. Biz gərək götürək. Biz gərək yoxçuq, tamam, bunun nəticəsi budur. Sonucu budur. İndi, əgər burjuvalar və aydınlar eşitliği, hüquqda eşitliği qəbul etməsələr, bu sınıflarda, yəni aydınlar və ziyalılar, roşənfik dediyimiz farsça, bunlar, sınıflar varsa, xalq dairəsinin dışında qalmalıdır. Bunlar da xalq, millətin eşitliğində, dairəsinin eşiğində qalmalıdır. Pəs, əgər bir insanlar hüquqi cəhətdən deyərlər ki, biz sizdən üstünük. Qanunda 2 arvad birdir, bir kişidir. Burada görürsünüz, qəbul eləmədi eşitliyi. Qocalar ölməlidir, qəbul eləmədi onun eşitliyin cavanına. Farslar üstündülər, qəbul eləmədi onun ictimai, siyasi, hüququn, iqtisadi, hüququn, hər şeyin farslar, o birisi millətlərindən. Bunlar millət dairəsindən çıxarlar işi. Və Marksın nəzərinə şamil olar. Marks nə deyir? Deyir, onlar ölməlidirlər. Onlar məhv olmalıdırlar. Çünki işləyən qruplar onlara həsf eləməlidirlər, aradan aparmalıdırlar.
Fəqət hüquqca hər kəsin eşit olduğunu qəbul edənlər hansı məslək sınıfında bulunurlarsa bulunsunlar, xalqdandırlar. Fəqət təkcə bunu deyək ki, hər kəs hangi təbəqədən olur olsun, Xameneyinin evindən olsun, sərmayədar balası olsun, rişvətçi olsun, ixtilasçı balası olsun, hər kəs olur olsun. Hər kəs eşit olmağı qəbul edir ki, ağa, mən hamı ilə bərabərəm, hamı məndən bərabərdir, qanunda və hər şeydə. Yəni, qanun deyəndə budur, baxın, bankdan, əgər sən, qanun budur, əgər o adam gedir, dədəsi səfir olduğu üçün, filan olduğu üçün, ustandar, fərmandar, bəxşdar, vəzir, nümayəndə məclis, rəhbərin evində, filanda, bəhmanda, filan kəsin dostu, yoldaşı olmaqla gedir bir vam ala bilirsən, ala bilmirsən, qanunda olmasa da bu birlik deyil, hüquq birliği deyil. Hüquq birliği odur ki, o dəlillə ki, sən rədd olursan, o dəlillə həmin o adam da rədd olsun. Deyərlər, sənin dədən nə karədir, bizə rəbti yoxdur. Sənin dədən rəhbərdir, bizə rəbti yoxdur. Gətir görək özünün gəlirin nə qədərdir. O gəlirin əsasında sənə van verək. Tamam, bir dənə əkinçi də ki, filan kətdə oturur Qəradağda, evi zəlzələ eləyibdir, 5 ildən sonra zəlzələdən geçir. İndi o adam 1 milyon tümən xərcləyibdir, gedib gəlib dövlətə yüzlər dəfə gedib gəlib, ağa mənə van verin, evimi tikim. İndi ona 50 min tümən, 50 min tümən yox, 50 min riyal, yəni 5 min tümən döküblər hesabına. Oğlum bunun fəqət orada gedib nahar yediği 5 min tüməndən çox çəkər. Əgər indi buna van vermirsən, o Xameneyin oğluna da gəlib van verməyəsən. Əgər buna van verirsən, eşitliyi qəbul eləmirsən. Sistem də qəbul eləmir, Xameneyi də qəbul eləmir, oğlu da qəbul eləmir. Bu nədir? Xalqıdan eşikdədir. Bu Marksın nəzərinin burada beləsi açıqladı. İstisnasını dedi. Dedi ki, Marks düz deyir, yəni əslində beləsi dedi. Düz deyir bu şərtinlə ki, əgər təbəqələrin içində, hangi təbəqəyə olur olsun, eşitliyi, bərabərliyi qəbul eləsə, millətdəndir. Qəbul eləməsə, millətdən deyil. O sınıfıdan eşikdədir və Marks dediği kimi həsf olmağa məcburdur. Marksın nəzərində. Bizim nəzərimizdə belə bir şey biraz qeyri-insani. Durkheim'in sosiolojisində, indi gedək qeydək Durkheim'ə yenə qeydir. Durkheim'in sosiolojisində digər sosial olaylar ekonomik olaylara nədən ola bildiyi kimi, ekonomik olaylar da digər sosial olaylara nədən ola bilir. Durkheim'in nəzərində ya onun sosioloji, ictimai, toplumsal teorisində, beləsi deyək, düşüncəsində, fəlsəfəsində, düşüncə fəlsəfə, sosioloji, camiə-şünasi ya toplumsal elm, digər sosial olaylar, ekonomik olaylara, toplumsal hərəkətlər, cərəyanlar, hadisələr, iqtisadi hadisələrə, cərəyanlara, hərəkətlərə nədən olduğu bildiği kimi, yəni nədən ola bildiyi kimi, yəni səbəb, dəlil ola bildiği kimi deyir ki, ictimai hərəkətlər, iqtisadi hərəkətə səbəb ola bilər, dəlil ola bilər. Ekonomik olaylar da, indi bu tərsəsini deyir, ekonomik olaylar da sosial olaylara nədən ola bilər. Görünür ki, Durkheim sosiolojisi ekonomik olayların önəmini və dəyərini inkar etmir. Deyir, görünür ki, yəni bu sözdən bəlli oldu ki, Durkheim'in sosioloji, toplumsal teorisində iqtisadi olaylarının önəmini və dəyərini, önəm, əhəmmiyyət, dəyər, yəni ərziş, qiymət, caygah inkar etmir. Danmır. İnkar etmək, İnkar farscadır, ya ərəbcədir, bilmirəm. Ərəbcə gərək olmaya. İnkar etmir, yəni danmır. Danmaq türkcədir. Danmaq və ya danmamaq. Getdikcə ekonomik olayların toplum içindəki dəyərinin artdığını, hətta modern toplumlarda ekonomik həyatın sosial yapıya əsas olduğunu ortaya atan Durkheim'dir. Deyir ki, getdikcə, yəni qabağa getdikcə, elm qabağa getdikcə görürük ki, ekonomik olayların toplum içindəki dəyərinin artdığı. Deyir ki, görürük ki, ekonomi toplumun içindəki ərzişi və qiyməti çoxalır. Hətta görürük ki, modern toplumlarda, Amerika, Avropa, Kanada bunları deyir, ekonomik həyatın, iqtisadi yaşamın
ekonomik həyatın sosial yapıya əsas olduğunu, ictimai yapıya, düzəlişə, ictimai toplumsal düzəlişə əsas olduğunu, paya, bünövrə olduğunu görürük. Pəs iqtisad görürük ki, Amerikada da, Kanada da toplumsal hərəkətlərə şeydir, payad, bünövrədir. Yenə də qeydir istir Marx'ı təyid eləsin. Ortaya atan Durkheimdir. Görürük ki, Durkheim gəlir, deyir ki, ağa, iqtisadın camiədə təsiri çoxdur. Bunu istir deyə. Durkheimə görə ilkel toplumlardakı dayanışma yalnız ortaq bilincidən doğan mekanik dayanışmadır. Durkheimə görə, yəni Durkheim'in teorisinə əsasən, onun teorisinə baxanda görürük ki, ilkel toplumlarda, deyirik, ilkel nə mənədir? İlkel yəni birinci, insan, əvvəliyyə insanlar. İlkel toplumlarda insanhay əvvəliyyə deyirlər da, cəvami-i bədəvi, cəvami-i əvvəliyyə, ilkel toplumlarda ekonomik həyatın, iqtisadi həyatın, sosial yapıya, ictimai durğunluğa ya varlığa əsas olduğunu ortaya atan Durkheimdir. Deyir ki, bu əsasdır. O birinci şeylərdə görünür ki, əsasdır. Məsələn, deyir ki, nə cürdür birincində? Diqqət buyurun. Deyir ki, əvvəldə insanlar yemək üstündə birləşirdilər. Evlənmək yox idi. Nə cür idi? Məsələn, erkəklər bir sürü av görürdülər. Bu avların dalısından düşürdülər, qovurdular, günlərcə gedirdilər uzağa. Bir yerdə bunların birini vururdular avları. O yaxınlıqda bir tədad ayrı adam tapırdılar. Məsələn, arvadlar. Bunlarla qalırdılar, o avları yeyirdilər, onlarla seks edirdilər, onların uşaqlarına köməklik edirlər. Onlar da gedirdilər, qurd-quş tuturdular, yerdən bir şey tapırdılar, dənə tapırdılar, ya meyvə dərirdilər, ya qurd-quş yerdən yığırdılar, qarışqadan, zaddan yığırdılar, gətirirdilər, bunlarla həm yeyirdilər. Deyir ki, bunun və yenə də sabahları bir həftə 10 gün sonra buradan dururdular, yenə ov dalısından gedirdilər. Arvadlar gedəmirdi. Niyə? Çünki arvadın yanında uşaq var. Bu uşağı da ya qarnındadır, ya yanındadır, əlindən yapışıb. Bunlar bunun ayağının bağıdır, zindanıdır. Bunlar bundan bağlayıb deyib, gedə bilmirlər. Onun üçün nə olur? Bunlar qalırlar. Arvadlar qalırlar, yavaşdırlar, kişilər gedirlər. Yenə gedir o tərəfdə bir ayrı qrup arvadlarla rabitə qurur. Bu o ilkel toplumsal bir iqtisadidir payası. Çünki yeməğa bağlıdırlar. Yeməklə da hərəkət edirdilər da, o köçərlilik də onun əsasındadır əslində. Durkheimə görə ilkel toplumlardakı dayanışma, müqavimət, dayanışma ya bir toplaşma, bir yerə yığışmaq yalnız ortaq bilincidən doğan mekanik dayanışmadır. Deyir ki, yalnız təhcə ortaq bilincidən müştərək bir bilinc var, düşüncə var. Ondan doğan mekanik, ondan doğan bir mekaniki, atifi deyil, mekaniki bir dediyimdə, mekaniki bir dayanışmadır. Müqavimətdir, dayanıcıdır. Mən indi misalını da vurdum ki, o cür olur da. Yəni burada bir ehsas yoxdur. Burada bu mənim uşağımdır, bu mənim arvadımdır, bu mənim ərimdir, bu mənim qardaşımdır, yoxdur. Yemək və yemağı toplamaq. Yaxın olsa qeydəcək gələcək, ora yaxın olmasa gedəcək uzağa. Getdi. Dədə kim, nənə kim. Bunlar bir-birinə bənzərin, bunlar bir-birinə bənzəyən oba, uymaq, boy, el kimi bölümlərdən oluşduğu üçün Durkheim tərəfindən segmenter dilimlərə bölünmüş toplumlar deyə adlandırılmışdırlar. O birinci mekaniki şeylərə belə deyir. Deyir ki, bunlar, yəni həmin o ilkel toplumlar, qutalıram, bu cümləyə deyək, qutaraq, bunlar bir-birinə bənzəyən oba, bir-birinə obalar bənzirlər. Obalar. Uymaq. Uymağın mənasını bilmirəm. Boy, tirələr, farsca tirədir. El kimi və el, millət yəni, kimi bölümlərdən oluşduğu üçün Durkheim bunlara Durkheim'in tərəfindən segmenter adı verilibdir. Segmenter bizim dilimizdə nədir? Dilimlərə bölünmüş. Bunlar dilim olublar.
Dilim nə deməkdir? Məsələn, qarpızı biz 10 dilimə, 50 dilimə bölürük. Hər nə qədər qalin nazik bölsək, o zaman qalin bölsək az dilim olar, çox nazik bölsək çox dilim olar. Hər halda qarpızı, qohunu, almanı biz dilimə bölürük da bıçaqla. Ona deyir ki, bunlar cəmiyyətdə dilimləşiblər, bölünüblər. Toplumlar deyə anlaşılmışdır. Bunlara dilimləşmiş toplumlar deyə adlandırmışdır. Bu sözün davamı var. Əlbəttə bu səfənin də yarısına gəlmişik, yetişmişik. 50-ci səfəni 49 oxumuşuq. 50-nin də yarısına yetişdik. Mən burada qoyum və gedək sabah əgər vaxt eləsək, ömür olsa kitabımızın 51-ci səhifəsinin yarısından oxuyarım. Dostlar, yenə təkrar edeyim sözümün sonunda. Bu günləri Günas TV-də də dedim. Ağl o zaman ortaya çıxar ki, örgəşdiyimiz şeyi ki, dövlət bizə örgədir, bir qrupun mənfəətinə ya dövlətin özünün mənfəətinədir və dövlət öz ziddinə bizə heç nə örgətməyibdir. Mədrəsələrdə, radio, televizyonda, danışqahlarda, kitablarda, konferanslarda, hər yerdə. Ağl o zaman işə düşər ki, bunun ziddi yazılmış bir şeylər də oxuyaq. Onda nə olar? Gələr, məsələn, siz bir ziddili bir şey taparsınız, gətirərsiniz bura. Bunu oxuyanda iki dana şey zehninizdə bir-birindən cür gəlməz. Bir tazasını oxuyursınuz, bir qabaqcıl örgətdikləri. Bunların bir-birinə toqquşarlar. Toqquşanda bulut kimi lırın urar. İki bulut o zaman ki gəldi, dəydi bir-birinə, bu yonlar, mənfi, müsbət dəyər bir-birinə, vəsətdən ıldırım çıxar, bizə deyər ki, işıq çıxdı. Dəqiqən bu zamanda bizim zehnimizdə o zamanacan ki təkəl var, inhisar var. Yəni fəqət İran dövləti bizim zehnimizi doldurubdu, beynimizi doldurubdu. Burada ildırım çalmaz. Burada ışıq çıxmaz. Burada heç nə çıxmaz. Çünki fəqət müsbətdir dövlətin nəfinə. O zaman yonu mənfi gəlsə, mənfi buludlar gəlsə, budur ki, bir ayrı camiədən ki, bunun tərsəsi fikirləşir, yazır, düşünür, oradan gətirəsən, qoyasan, buradan bir ildırım çıxar. Bu ildırım çıxanda bizim zehnimizdə əqil çıxır. Bizim zehnimizdə o ildırıma deyirik əqil. Avropalılar ona deyirlər sentez. Tez oydu ki, dövlət bizim zehnimizə yerləşdirmişdi. Antitez oydu ki, biz ayrı yerdən aldıq ki, İran örgətdiyi dövlət örgətdiyi sistemin ziddinə idi. Vəsəti bunların ikisi də idi. Bir-birinə tərəqqə vurdu. Vəsətdən bir fikir çıxdı, adına dedik antitez. Sentez. Yəni sonuç. Sonuç. Durum ziddi və sonuç. Beləsidir yox. Zehnimizdə bir durum var. Bir dana bunun ziddi. Durum ziddi gəlsə, bunun ortadan bir sonuç çıxacaq. Bu sonuç əqildir. Qalanı diskidir, hafizədir. Məlumatda almışıq, yığmışıq, toplamışıq ora. Heç yerdə də dəyməz. Elə bir ki, bir dana evdir, uşaqlara 10.000 dana oyuncaq almışıq, tikə-tikə bölmüşük, atmışıq ora. Uşaq bunu neynəyəcək? Uşaq burada qoyun balsın. Ağıllı uşaq olsa mümkündür bunların içindən düşər, bunu ona, onu buna bir şey düzələr. Amma normal bir uşağa oturacağız buraya isə elə bunların içində 50 laf qalacaqdır. Biraz bunun rəngindən, biraz bunun qiyafətindən xoş gələcək, oturacaq oya, birazdan sonra buna, birazdan sonra buna. Beyni işləməyəcək. Onun üçün İran camiəsində hərəkət yoxdur, istihai var, sukun var. İran camiəsinə hətta o tərcümələr ki olur, o kitabları tərcümə edirlər ki, İran camiəsində olan fikrin təyidindədir, ziddində deyil. Onun üçün siz burada bir durumun ziddi bir durum görmürsünüz. Durum İran durumudur. Neçə də İran durumunun tayıdır, gətirir bura, tak, heç yoxdur, taqqı yoxdur. Çünki tak yoxdur. Elə bunun üstünə bir dənə də qoyurlar da, neçə də bunun İranın öz fikridir da, faşizmidir, gəlir bunun üstünə oturur. O zaman hərəkət elər ki, bunun ziddi bir fikir gələr. Bu ziddi fikri dostlar hardan alacağıq? Biz Türklər İranda bunu Türk millətinin intiqadçı qurğundan alacaq. Onlar ki, irəlicidirlər. Onlar ki, deyiblər, Türkiyə gələk bu vəziyyətdən çıxa gedə qabağa, ola əbəl qüdrət. Onlardan alacaq. Biz bu düşüncəyə yetişmək üçün ki, əqlimiz düşə işə, vətənimizi və millətimizi bir rifaha, bir əmniyyətə yetişdirək. Gərək gedək İrandakı durumun ziddinə ki, bizim zeynimizə yeritibdir. Aram, xəlvət bir dana
göl düzəldiblər, əslən tufanın mövzu yoxdur. Hərdən bir içinə bir çıngıl atırır, məsələn bir orada bir şey görürsə, bir rahbimalıq olar, dərdə dəyməz. O zaman dərdə dəyər ki, biz gedək bir kitablar oxuyaq ki, bunun ziddidir. İrandakı bizə verdiklərinin ziddidir. Mənim bir əmoğlum var idi, 2 kitab oxumuş deyərəm ömründə. Çox kitab oxumayıbdı. Fikir edirəm, indi də çox kitab oxusa, Nohə kitab oxuyar. Məsələn, bir 20 dənə Nohə kitab oxuyubdu. Heç fikir eləmirəm, Nohə kitabını 100 dənə oxuyar. Amma Nohə kitabının 100-ü bir dənədir. 100-ü birdir. Fəqət o, məsələn, bu deyir ki, səkinəm belə, o deyir ki, səkinəm elə. Qutuldu getdi, yəni fərqi yoxdur. Bəzi də səkinəni sökinə deyibdi, bəzi də səkinə deyibdi. Nə bilim, hərəsi bir. Yəni, bu həddət fərqləri var. 100 dənə kitabın yığasız bir yerə, hamısı bir söz deyir. Biri bir yaz, məsələn, deyir ki, ayağı züyüldədir, o birisi deyir ki, ayağı bürdüldü. Məsələn, beləsi. Fərqləri bu həddədir. Yəni, kələmə ilə oynamaq həddindədir. Həman şey ki, fars şeirində oyun oynurlar, o oyundur. İçində fikir yoxdur. Onun üçün orada bir şey çıxmaz. Mənim o əmoğlu, məsələn, deyəndə, mən təhqiq eləmişəm, şiəni qəbul eləmişəm. Oğlum, nə cür təhqiq eləmişsən? Mən mütəhərriyim, məsələn, kitabını oxumuşam. Ayətullah filan kəsin də kitabını oxumuşam. Cəfər Sübhani də oxumuşam, məsələn. Olsun, bunların hamısı nədirlər? Bunların hamısı molladır sonunda. Hamısı şiədir, hamısı İrancıdır, hamı pan-İrancıdır, hamı faşistdir. Sən bunlardan istəyən nə çıxadasan? Sən şiəliği, bunlar özləri şiədirlər də. Sən bunları desən, yox, o deyibdi, məsələn, filan erməni belə yazdı, filan Məsihi də belə yazdı. Oğlum, o nəzərləri deyir ki, orada oxumayıb o da. O da bir ayı yerdən alıbdı. Çünki İngilis başarmırlar ki, bunlar. Ərəbiyi başarmırlar, İngilisi də başarırlar. Bundan olmaz, yox. Təhqiq bu deyil, əziz dostlar. Təhqiq nədir? Təhqiq budur ki, o fikrin ziddini gedəcəksən, axtaracaqsan. Ziddini. O deyir Allah var, sən o kitabı oxuyacaqsan, deyir Allah yoxdur. O Allah yoxdur ilə Allah vardı deyəcək, bir-birinə çarpışacaq, görəcəksən, əqlin səni nə verdi ortada. Yoxsa sən gedirsən, mən istəyirəm, görüm ki, hangi mülk şehiddən təqlid edeyim. Yaxşı, bu kitabı da oxusan, həman nəticəni alacaqsan, bunu da oxusan, bunu da oxusan, bunu da. Xoş, nəhayətdə sonunda deyəcəksən, mən filan ki, sən təqlid edirəm. Niyə, məsələn, deyibdir ki, demirəm də. Hər halda bizim təhcə bir yolumuz var. Türk dünyasına qeydib, Türk düşməni olmayan düşüncəli filsuflar, həman düşüncəli, yəni filsuflar, düşüncəlilərin kitablarını oxumaqdır. Sağ qalın.